Salam əziz dördüncülər, sizləri kanalımda xoş gördük. Biz bugün 4-cü sinif riyaziyyat 2-ci hissə dərsindən səhifə 76 və 77-də olan tapşırıqları həll edəcəyik. Siz artıq 4-cü sinifi 2-ci hissəni yekunlaşdırmış olursunuz və bununla siz ibtidai sinifi artıq bitirmiş olursunuz. İnşallah yeni tədris ilində yeni dərsliklərin izahı ilə tanış olarıq. Sizə yeni tədris ilində uğurlar və müvəffəqiyyətlər arzulayıram. Gəlin başlayaq. Tapşırıqlara keçməmişdən öncə kanalımıza abunə olmağı və videolarımızı bəyənməyi unutmayın. Gəlin başlayaq. Məsələ 26. Yer kürəsinin təxminən %71 hissəsi su ilə örtülüdür. Qalan hissəsi isə quru sahələri təşkil edir. Yer kürəsinin su ilə örtülü hissəsi quru hissəsindən nə qədər çoxdur? Cavabı onluq kəsirlə ifadə edin. Deməli, quru hissə 1 çıxılsın %71 bərabərdir. Biri biz bilirik ki, %100 şəklində yazırıq. Çıxılsın %71 edir %29. %71-dən də %29-u çıxarıq, edər %42. Onluq kəsir şəklində isə 0,42 bu şəkildə yazılmış olur. Məsələ 27. Məlumatlara əsasən hər binanın yerləşdiyi nöqtəni müəyyən edin və koordinatları yazın. Əyləncə mərkəzi koordinatları 1-3 olan nöqtədə yerləşir. Dayanacaq əyləncə mərkəzindən 6 vahid sağda və 3 vahid yuxarıda yerləşir. Məktəb dayanacağı M düz xətti nəzərən simmetrik yerləşir. Teatr məktəbdən 1 vahid solda yerləşir. Kitabxana dayanacaqdan 6 vahid aşağı və 7 vahid solda yerləşir. Deməli, gəlin tapaq. Əyləncə mərkəzi koordinatları 1-3 olan nöqtələr 1 və 3 olan nöqtə A nöqtəsidir. Dayanacaq əyləncə mərkəzindən 6 vahid sağda və 3 vahid yuxarıda yerləşən baxırıq ki, D nöqtəsidir. Üçüncü, məktəb dayanacağı M düz xəttinə nəzərən simmetrik yerləşir. Bu B nöqtəsidir. Teatr məktəbdən 1 vahid solda yerləşir. Bu C nöqtəsidir. Kitabxana dayanacaqdan 6 vahid aşağı və 7 vahid solda yerləşir. Bu isə O nöqtəsidir. Deməli, əyləncə mərkəzi A, dayanacaq D, məktəb B, teatr C, kitabxana isə O nöqtəsidir. Məsələ 28. Verilən fiqurları 2 düzbucaqlı paralelepipeda ayırın. Onların həcmlərini toplamaqla fiqurların həcmlərini tapın. Gəlin bunları bir-bir hesablayaq. 3 vur 9 vur 3, üstə gəl 3 vurulsun 3 vurulsun 3 edir 81, üstə gəl 27 edir 108 kub santimetr. İkinci 2 vur 12 vurulsun 14, üstə gəl 6 vur 5 vur 2 edir 396 kub metr. Üçüncü 18 vur 18 vur 8, üstə gəl 10 vurulsun 20 vurulsun 8 edir 4192 kub millimetr. Məsələ 29. Velosipedçi 2 məntəqə arasındakı 2 kilometr 600 metr məsafənin ilk 1 kilometrini 10 dəqiqəyə getdi və eyni sürətlə yola davam etdi. O bu sürətlə qalan məsafəni neçə dəqiqəyə gedər? Velosipedçi qaydanda sürətini 30 metr dəqiqə artırsa ümumi yola neçə dəqiqə vaxt sərf edər? Deməli, 1 kilometrimiz 1000 metrdir. 1000-i bölərik 10-a edər 100 metr dəqiqə. 2600-dən 1000-i çıxarıq edər 1600. 1600-ü də 100-ə bölərik edər 16 dəqiqə. İkinci sualımızda 100-ün üstünə 30 gəlirik 130 metr dəqiqə. 2600-ü 130-a bölərik edər 20 dəqiqə. Məsələ 30. Samirin yaşı 9 il 10 ay, qardaşınınki isə 5 il 3 aydır. Samir qardaşından neçə ay böyükdür? Deməli, 9 il 10 ay çıxarıq 5 il 3 ayı edər 4 il 7 ay. Daha sonra bir ilimizdə 12 ay olduğu üçün 4'ü 12'ye vurup üstüne 7 gələrik edər 48, üstə gəl 7 bərabər də 55 ay. Deməli Samir qardaşından 55 ay böyükdür.
Məsələ 31. Cədvəldə bir həftədə mağazada satılan meyvələr haqqında məlumat verilmişdir. Bu məlumata əsasən bənövşəyi rəng dairə bərabərdir 8 kiloqram, qırmızı dairə bərabərdir 16 kiloqram olduqda piktoqramı qurun. Deməli, gəlin birinci bənövşəyi rənglə olan dairənin üçün quraq. 48 böl 8 edir 6. 16 böl 8 edir 2. 20 böl 8 edir 2. 36 böl 8 edir 4. 24 böl 8 eder 3. Bu da qurduğumuz piktoqram. Keçək qırmızı dairə ilə verilmiş piktoqramı quraq. Bir gündə satılan meyvə alma, heyva, armud, portağal, nar. 48 böl 16 edir 3. 16 böl 16 edir 1. 20 böl 16 1 qalıq 4. 36 böl 16 edir 2 qalıq 4. 24 böl 16 bərabərdir 1 qalıq 8. Bugünkü tapşırıqlarımız bu qədər. Növbəti videolarımızda görüşənədək.